Xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizə. Məşğalanın tam mərkəzində 209 nömrəli məktəbin tam yaxınlığında, məktəb, bağça, belə deyək, təcili yardım tam mərkəzə yaxın. Hardasa bir iki sotda olar, belki iki sotdan da artıq olar. Deməli, iki evdir. İki evdir. Kim istəsə tam şəkildə də ala bilər, kim istəsə ayrı-ayrı da ala bilər. Sayğaclar var. Sənət də çıxarışa yararlıdır. Bu onu da nəzərinizə çatdıraq ki, köhnə qədimə evlərdəndir. O izləyicilərimiz əksəriyyət 60-lıq, 80-lıq divarlardır. Belə deyək, bu ev təqdim edəcək sizə içərisində. Bu ev yəni tək istəsələr 38.000 manatdır. Bunu ayrıca istəsələr 30.000 manat. Yox, əgər cəm şəklində istəsələr 56.000 manatdır. Maşın da yətər rahatlıqla daxil olur. Gəlin zəhmət olmasa qabağa. Giriş hissəsini təqdim edək sizlərə. Bu giriş hissəsini göstəririk sizlərə. Oradan da girişi var, yəni mətbəx hissəsi. Buranı da göstərir. Buranı göstərək sizə tam təmirlidir. Bura tam təmirlidir, istipoldan ibarətdir. Sanujelinə qədər var. Burada belə deyək, bir otaq, iki otaq gedir. İki otaqdır bura, fikir verin. Sanujel hissəsidir o. Sonra bir otaq buradadır, bir yataq otağı da buradadır. Bunu təqdim edirik sizlərə. Mətbəx mebelinə qədər var. Yəni buranı qeyd etdiyim kimi, kim tək istəsə 30.000 manatdır. Yox, əgər cəm şəkildə istəsə o evlə bir yerdə 56.000 manatdır. Onu da tək istəsə 38.000. Onu da təqdim edək inşallah. Sonra bir izləyicilərimiz maraqlanırlar. Buranı da göstərək. Düzdür, buranın təmirə ehtiyacı var, təmir olunmalıdır. Yəni zəhmət olmasa. Nasıl vizit eləmək var? Burada mətbəx hissəsini yerdə düzəldilir. İndi kim istəsə dəyişə də bilər. Burada da iki otaq gedir. Amma belə bir otaqlardır. Köhnə evlərdir. 60-lıq qeyd etdiyim kimi 80-lıq divarlar. İzləyicilərimizin əksəriyyət maraqlanırlar belə bir evlərlə. Biz en azından tapıb çıxardırırsınız. Bir otaq da buradadır. Köhnə evdə tax pəncərələr. Və burada da yeri var. Buranı da göstərək sizlərə. Burada mətbəx nəzərdə tutulub, düzəldilir. Burada da sanujeli var. Sanujel hissəsini göstərək. Sanujel hissəsini göstərək. Orada da qapısı var. Və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məşğalanın tam mərkəzindədir. 209 nömrəli məktəbə yaxın bir ərazidə və qeyd etdiyimiz kimi